Hamınıza salam dostlar, YouTube maqazini təqdim edir. Bugün Azərbaycanın iki YouTuberunu bir-biri ilə müqayisə edəcəyik. Bir tərəfdə Ümid Sadıxov versus Faxitcik, nəysə deyəsən belədir. Yəni qısaca Fərhad deyil, oyun kanalı. Elə isə qarşılaşma başlasın. Abunə. İlk öncə Ümid Sadıxovdan başlayaq. Ümid Sadıxov fevral ayının 23-ü 2013-cü ildə YouTube-a daxil olmuşdur və 622 videosu olub 3369 abunəsi var və ümumilikdə 403.000 izlənməsi var. İndi isə keçək Fərhada. Fərhad fevral ayının 16-sı 2012-ci ildə YouTube-a daxil olmuşdur və 342 videosu olub 2872 abunəsi var və ümumilikdə 260.000 izlənməsi var. Ümid Sadıxov aylıq 740 abunə qazanır, Fərhad isə 90 abunə qazanır. İzlənmə. Ümid Sadıxov aylıq 106.000 izlənmə qazanır, Fərhad isə 8.000 izlənmə qazanır. İndi isə iki YouTuberın noyabrın 4-də atdığı videolara baxaq. Ümid Sadıxov GTA 5 itfaiye modu deyə bir video paylaşdı və videosuna 611 baxış sayı gəldi. Fərhadın Mad Max Azəri 20-ci hissə adlı videosuna isə 292 baxış sayı gəlib. Müqayisə eləmək sizə qaldı. Yüksəliş. Ümid günlük 25 abunə qazanır. Əgər Ümid eyni templə getsə 1 aya qalmaz 4000 abunə, 9 ay isə 10.000 abunə olacaq. Fərhad isə günlük ortalama 4 abunə qazanır. Əgər Fərhad eyni templə getsə 1 aya 3000 abunə, 1 il 5 aydan sonra isə 5000 abunə olacaq. Məni izlədiyiniz üçün çox sağ olun. Növbəti YouTuberları siz seçin. Sağ olun.